Ağıllı insanlar həddindən çox düşünməyə meyillidirlər və əslində bunun arxasında bir mexanizm yatır. Bu videoda həmin mexanizmi izah edəcəm. Biz ağıllı olduqca, yəni bir çox şeyləri bildikcə, bir çox şeylərdən bəlkə xəbərdar olduqca daha çox düşünürük. Çünki hər ehtimalı düşünə bilirik. Və bu hər ehtimalı düşünə bilmək bacarığı bizi bir yerlərdə onu da düşünüm, onu da bilim, bunu da düşünüm, bunu da bilim. Filan şey çıxsa onunla bu şəkildə baş eləyə bilərəm, o ehtimalı da bilim. Yəni əslində həddindən çox düşünmək dediyimiz proses ehtimalları bilmək və yaxud da bilməyə çalışmaq prosesidir. Və bilirsən, prosesin ən qəribə hissəsi əslində nədir? Sən hər ehtimalı düşünə bilərsən, hər şey düşünə bilərsən, hər detal zehninə gələ bilər və bunun üzərinə vaxt ayıra bilərsən. İstədin ya da istəmədin, amma aydınlıq, rahatlıq və yaxud da huzur əvəzinə, ki, güya bunu bunlara görə eləyirsən axı, əldə edəcəyin şey daha çox qarışıq hiss eləmək, daha çox diskomfortda olmaq ya da narahatçılıq, bunu daha çox duymaqdır. Çox ironik deyil səncə? Yəni düşünürsən, çünki bilməyə ehtiyac duyursan və özün üçün prosesi rahatlaşdırmağa ehtiyac duyursan, amma rahatlaşmaq əvəzinə daha çox stresslənirsən. Yəni sənin zehnində bu düşünmək prosesi daha çox kontrol etmək ya da kontrol altında saxlamaq belə bir prosesə dönüşür. Yəni məsələn zehnində hər hansı sualları cavablandırırsan ya da müəyyən ssenarilər qura bilirsən və yaxud da verdiyin ya da verəcəyin qərarı bir növ götür-qoy eləyirsən, hər yola baxırsan günün sonunda ki, səhv eləməyəsən. Məsələ səhv eləmək, daha doğrusu səhv eləməməyə çalışmaqdır. Kontrolun altında da yatan şey əslində budur. Sxemi görürsən, yəni düşünə bilirsən, ehtimalları nəzərə alırsan, o ehtimalları nəzərə aldıqca daha çox kontrol altında tutursan, yəni onu da düşünüm, bunu da düşünüm, bunu da hesablayım, onu da hesablayım. Amma əslində olan şey səhv eləməkdən qorxursan. Aman nəsə yanlış gedər, aman nəsə qaydasında getməz, aman bir yanlış eləyərsən. Ah, bu yanlışlar. Yanlış eləməmək üçün zehnin hərəkətə deyil də daha çox onun düşünməyə fokuslanır. Nəticə olaraq bir çox hallarda özünü bir şeyləri düşünərkən tapırsan, nəinki onları eləyərkən. Məhz bu səbəbdəndir ki, çox ağıllı insanlar hərəkət olaraq çox geridə dayanırlar. Məsələn, çox böyük biznes sahibləri, zirək insanlar deyək, onlara çox böyük biznes sahibləri olsun, çox uğurlu insanlar olsun, uğurlu yəni fiziki olaraq müəyyən nəticələr əldə etmiş insanlardan söhbət gedir. Bu insanlar daha az düşünən və hərəkətə yer açan insanlardır. Yəni bu insanlar əslində yanlış eləyə bilərəm düşüncəsi ilə şuur səviyyəsində, bəlkə şuur kənarı bir səviyyədə razı olan, yəni bu insanlar əslində səhv eləməklə şuur ya da şuur kənarı yerlərdə rahat olan insanlardır əslində, bu və ya digər dərəcədə. Təbii ki, bütün insanlar eyni deyil, aydın məsələdir. Yəni, həddindən çox düşünən insanlar əslində özlərini, ətraflarını, bəlkə maddi, mənəvi nələrisə daha çox qorumağa meyilli olurlar. Yəni, bu bilirsən nəyə bənzəyir? Səhv bir şey eləməyim ki, onun cəzası da gəlməsin. Yəni, əslində bir cəza gözləyirsən, əgər yanlış eləsən. Və bütün proses bunun ətrafında dönür. Bilirsən, yəni, həddindən çox düşünürsən ki, yanlış eləməyəsən, amma bu düşünmək prosesi heç vaxt bitmir. Nəticə olaraq hərəkət başlaya bilmir. Nəticə olaraq yaşamaq çox çətin olur. Həyatda yer tutmaq çox çətin olur. Burada olan ən böyük qorxu əslində yanlış eləmək və nəticəsində cəzalanmaqdır. Mən burada dayanmaq istəyirəm və bu sualı sənə vermək istəyirəm. Nə vaxt buna məruz qalmısan? Yəni, nə vaxt başqalarının, xüsusən böyüyərkən, sənin ətrafında olan insanların, sən yanlış eləyirsən bir şeylər ya da eləyə bilmirsən deyib, sonra da sənə sanki cəza kəsməsinə
şahid olmusan ya da bunu yaşamısan və bu çox sadə misallar ola bilər. Məsələn, sən qabları yumaq istəmisən və anan sənə deyib ki, yəni eləmə, onsuz da yaxşı yuya bilmirsən. Bəlkə üzərinə də onsuz da mən təkəm, hər şeyi özüm eləyirəm, sizdən mənə fayda yoxdur deyib, küsüb bəlkə və yaxud da araya bir məsafə qoyub, bir cəzadır əslində bu, özünün də bilmədin elədiyi. Ola bilərmi belə bir şeyə məruz qalmısan məsələn? Yəni birbaşa sənə yönləndirilə də bilər bu proses, amma birbaşa sənə yönləndirilməsə və elə bir niyyətdən də gəlməsə, məruz qaldığın şey əslində budur. Yanlış eləyirsən və bunun bir cəzası var. Qabları yaxşı yuya bilmirsən, yaxşı yumalısan. Bir anda qab yumaq prosesi sənin üçün çox böyük bir prosesə dönmüş olur. Yuyursan onsuz da yaxşı yuya bilməyəcəksən və ardınca anan səndən küsür və yaxud da necəsə danışır və sən başa düşürsən ki, sən qab yuya bilmirsən. Təbii ki, qab burada simvolik də hər şey ola bilər. Başqa ssenarilər də ola bilər. Məsələn, anan özü qab yumağa başlayır və sən şey düşünürsən, okey, mənə burada yeri yoxdur. Yerin olmamağı, əslində bundan danışırıq. Və həyat belə bir yer deyil əslində. Yəni həyat böyük boşluqların ola bildiyi yerdir. Elə bir ailəyə də ola bilərsən ki, indi qab yumaq misalına yola çıxaraq səsləndirirəm bunu. Anan sənə heç qarışmaya bilər. Yəni uşaqsan bəlkə, yəni qabı yumsan, görməmisən, yuya bilməmisən. Gələn dəfə sənə şans verər, öyrədər. Yəni hərəkətə, əslində hərəkətdə kömək eləyər sənə. Və yaxud da qabı yuya bilmədiyində, yuya bilmirsən, mən də tək qalmışam deyərək bir məsafə salmaz araya, belə bir ailəyə də doğula bilərsən. Və yaxud da az öncə çəkdiyim misalda olan bir ailəyə də doğula bilərsən. Çox təəssüf ki, biz bunu seçə bilmirik. Yəni həyat çox böyük bir qeyri-müəyyənliklərin olduğu yerdir. Və sən əslində səhv eləməkdən o qədər qorxursan ki, o qabları yumaq bir anda sənin üçün o qədər vacib olur ki, qeyri-müəyyənliyə yer yoxdur. Yəni ya qabları yuyanda xüsusi yuyacaqsan və par-par olacaq, ya da heç yumayacaqsan və qıraqda dayanacaqsan. Həyat qıraqda dayanaraq çəkilməz, amma qabları yumaqda nə qədər ağır olur. Simvolik olaraq təbii ki, qabları yumaq. Və əslində kontrol dediyimiz şey də budur. Yəni ya qıraqda dayanıram, heç nə eləmirəm və zehnimdə hər şeyi götür-qoy eləyirəm və özümü dayandırıram, yəni həyatdan ayrı salıram özümü. Ya da qabları yumağa çalışıramsa, birincisi mənə o qədər ağır gəlir ki bu. Niyə? Çünki şey düşünürəm. Yəni o qədər təmiz eləməliyəm ki, orada bir səhv olmamalıdır. Fikir ver, bu iki ucdur. Birində heç nə eləmirsən, birində tam, yaxşı, qəşəng eləməyə çalışırsan və ikisi də çox dayandığımız bir yerdir. Çünki birincidə onsuz da dayanmırsan, ikincidə yəni çoxdakı qabları yuyacaqsan, amma o qədər ağır proses olur ki, o belə bir dayanmaqdır, bir irəliləyiş deyil əslində. Bu iki vəziyyət bir ipin iki fərqli ucu kimi düşünə bilərsən əslində. Görürsən burada balans necədir? Görürsən bu danışdıqlarım sənin zehninə nələri gətirdi? Bu qədər həddindən çox düşünürsən. Çünki qeyri-müəyyənliklə qalmaq, yəni başqa sözlə desəm əslində qabların harasındasan, nəsə qaldı, yuya bilməmisən ya da görməmisən, buna razı olmaq deməkdir. Və həyat tam da belə bir yerdir, bilirsən. Yanlışlarım olacaq, bəzən yanlışlarıma görə cəza da alacağam və buna rəğmən, bütün bunlara rəğmən bir şeyləri eləməyə, cəhd eləməyə davam edəcəm. Əslində sən burada həyatı sənə bir vaxtlar o səhv eləməkləri qadağan eləyən fiqur olaraq görürsən. Yəni, məsələn, bizim misaldan yola çıxaraq səsləndirirəm bunu. Anan sənə qabları yumağa icazə vermirdisə, bir yerdən sonra həyat sənin üçün o fiqur olmağa başlayır. Həyatdan geri planda durub, gözləyirsən ki, həyat sənin yerinə nələrsə eləsin. Bu çox ağırdır. Yəni, bu sxemi başdan yaratsaq əgər, həyat sənin anan deyil, o misalda qeyd elədiyim, bu sənin üçün fərqli fiqurlar ola bilər və sən çox güman ki, yanlış eləyəcəksən. Amma yanlışlarla qalmaq o qədər çətindir ki, çünki cəza almaq çox çətindir. Yəni, burada reallıq odur ki, əslində balans nədir? Yəni, ipin iki fərqli ucudur, amma balans nədir? Bu sualın üzərinə daha çox düşünməyimizi istəyərəm. Və məsələn, mən bunu düşünürəm. Əslində, burada tamamilə, yəni %100 o qabı yumaq və yaxud da ümumiyyətlə yumamaq deyil də, yəni yuyacam o qabı, bilmədən bir yerində bir şey qala bilər və yaxud da bir ləkəsə olar, mən apara bilmərəm. Yəni bir növ yanlış eləməyə okey olmaq, rahat olmaq bundan. Və bunu reallıq olaraq qəbul edə bilmək. Çünki sənin reallığında yanlışlara yer yoxdur. Halbuki yanlış eləmək insan təbiətində olan bir şeydir. Təbii ki, burada yanlış eləmək deyəndə
çox böyük yanlışlardan, etik yanlışlardan, dəyərlərin pozulmağından, təbii ki, belə bir yanlışlardan söhbət getmir. Amma həyatdır və həyatda təbii ki də sən hər hansı yanlışların olacaq. Bəzən bu yanlışlara görə cəza alacaqsan, bəzən almayacaqsan. Bəzən bir çox hallarda da əslində heç yanlış eləməyəcəksən zehnində olduğu kimi. Başa qayıtmış olarsaq əgər. Bəli, zehnin həddindən çox düşünür və hər ehtimal düşünür. Amma düşünmədiyin bir hissə var. Bilmədiyin, xəbərdar olmadığın, bəlkə özünə icazə vermədiyin bir hissə var. Yanlış eləyə bilərsən. Və bu sənin düşündüyün kimi qorxulu deyil. Və çox güman ki, indi yanlışlar elədiyin və bunun üçün başının dərdə girdiyi yaşlardan çox daha fərqli bir yaşdasan. Və emosional olaraq buna daha çox yer aça bilirsən. Bir yanlış elədiyində, bunun cəzası gəldiyində ayrışdıra bilirsən məsələn. Bu cəza layiqli bir cəza idimi? Bu cəza olmalı idimi? Və yaxud da bu adam bu cəzanı mənə verir, heç özünün bəlkə xəbəri yoxdur. Münasibətlərdə çox gördüyümüz bir şeydir, yox. Yəni, heç ortalıqda yanlış yoxdur. Amma yenə də qarşı tərəf sanki yanlış eləmisənmiş kimi sənə rəftar edir və bu onun özündən gələn bir şeydir. Yəni, bu qədər kontrol eləyirsən, amma bir çox hallarda da yanlış eləməmisən və buna rəğmən cəza ala bilirsən. Və artıq böyümüsən. Emosional yetişkinliyin var və sənə bir cəza verildiyində bunu həzm edə bilərsən, buna baxa bilərsən. Dediyim kimi, layiqli bir cəza idimi, deyilmi? Bu cəza həqiqətənmi mən bir yanlış bir şey eləmişəm, ona verilən reaksiyadır. Yoxsa heç yanlış heç eləməmişəm, sadəcə verdiyim misalda olan kimi anamın psixoloji halı buydu. Nə bilim, ev işlərindən sıxılmışdı və atamdan küsmək istəyirdi, amma məndən küsürdü. Kimi bir şey. Sən hazırda böyümüsən və bunları ayrışdıra bilirsən zehnində. Və bu yerlərə baxmaq çox dəyərlidir. Yəni, uzun sözün qısası, həyat mükəmməl bir yer deyil. Həyat ədalətli bir yer deyil. Həyat yanlışların çox olduğu bir yerdir və bununla bərabər doğrularının da olduğu bir yerdir. Və əslində budur bizi eləyən, həyatı da həyat eləyən yer. Və həyat sənin kontrolunda olan bir yer deyil. İnsan olaraq kontrolunda olan şeylər var və insan olaraq yenə də kontrolunda olmayan şeylər var. Və sən düşünərək bunu həll edə bilmərsən, düşünərək bunun önünə keçə bilmərsən. Bəlkə də artıq dayanıb real olaraq həyatın necə bir yer olduğu gerçəkliyi ilə üzləşməyin vaxtı çatıb deyərdim mən. Və bununla bərabər, əgər yanlış eləməkdən qorxan bir yanın varsa, bütün bu perspektivlə bərabər, özümlə görüşürəm eləməyini tövsiyə edirəm. Özümlə görüşürəm də, vaxtı ikən yanlış eləyən və yanlış elədi ya da eləmədi, amma bir cəza alan sən varsan, o sənlə görüş, özümlə görüşürəm də. Bir bax, hansı hadisələr ağlına gəlir və yaxud da nələr yaşamışdın o hadisələrdə. Özümlə görüşürəm, onsuz da o hissələri yönləndirəcək və terapiya dadında bir görüş olacaq. Lazımsa bir neçə dəfə elə və özümlə görüşürəm əldə eləmək üçün linki də aşağıda bir yerlərdə yerləşdirəcəm. Hətta alınırsa videoların bir hissəsini burada da bir yerə yerləşdirə bilərəm. Belə, özünə yaxşı bax. Gələn həftə görüşərik. Gözəl həyatlar.